Əgər sən işləyən anasansa, hər zaman vicdan əzabı çəkəcəksən. Çünki istədiyin qədər övladına zaman ayıra bilmədiyin üçün özünü günahlandıracaqsan. Yox, əgər sən işləməyib bütün günü evdə övladına baxacaqsansa, bu zamanda yenə narahat olmağa davam edəcəksən. Çünki özünə istədiyin qədər zaman ayıra bilmədiyin üçün daim yetərsiz hiss edəcəksən. Hər iki halda da qadın üçün çox çətindir. İkisinin də bir təsəllisi var. Nə zamansa uşaq böyüyəcək və o azadlığa qovuşacaq. O istədiyin zaman, istədiyin formada heç vaxt gəlməyəcək. Onu sən indiki şərtlərlə, seçimlərinlə yaratmalısan. Sadəcə bunun üçün vaxtın düzgün idarə edilməsini öyrənməlisən. Əgər gün ərzində işlərini planlı şəkildə həyata keçirsən, həqiqətən də istədiyin qədər zamanının qalmasını istirahət edə biləcəyini görə bilərsən. Hər zaman bu mümkün deyil və bu da tamamilə normal haldır. Buna görə özünü günahlandırmağa, yetərsiz hiss etməyə ehtiyac yoxdur və kömək istəməkdən, dəstək istəməkdən çəkinməməlisən. Bir ki, onsuz da belə qalmayacaq. Təbii ki, övladın böyüyəcək. Amma sən bu zaman kəsimində özünü itirməmək üçün nələr edə bilərsən? Bax bu sualın cavabını düşünməlisən. Çünki Tanrının sənə verdiyi elə bir güc var ki, sən istəsən çox şey bacararsan.